Cahanda Türk hökmranlığı güneşin doğduğu yerdən batdığı yerə qədərdir. Mahmud Qaşqarinin dediyi kimi, Türk adı bizə Allah tərəfindən bəxş edilib. Allah cahanda hakimiyyəti biz Türklərə verib. Mən də atalarımız kimi buna inanıram. Amma öncə bütün Türkləri, bütün bəylikləri bir dövlət altında birləşdirmək və aramızda tökülən bu qanı dayandırmaq lazımdır. Sultan Səlim Şah İsmail'a qarşı ordu yeridir. Sultan Səlim ilə Şah İsmail burnumuzun ucunda döyüşə hazırlaşarkən bu kitabların bizi savaştan qoruya biləcək? Kazanacağını bilsək tərəf seçmək asan olardı. Bəli, Sultan Səlimin ordusu güclüdür, amma daha böyük orduların kiçik ordulara məğlub olduğu da tarixə məlumdur, unutmayın. Şah İsmail da zəif deyil.